Salam dəyərli futbol sevərlər. Bu videomuzda sizlərlə Azərbaycan Kuboku uğrunda gedən gərgin mübarizədən danışacağıq. Kuboku qazanmaq uğrunda gedən mübarizədə hansı komandanın daha çox şansının olmasına göz atacağıq. Gəlin ilk olaraq Azərbaycan Kubokunun yarımfinal mərhələsində iştirak edəcək 4 komandanın kimliyinə nəzər salaq. Bu komandalardan biri paytaxt təmsilçisi Neftçidir. Samir Abbasovun komandası 4-1 final mərhələsində Kəpəzdən üstün olaraq yarımfinala vəsiqə qazandı. Bir digər klubumuz isə Naxçıvanın Bakıdakı təmsilçisi Araz Naxçıvan kollektividir. Naxçıvanlılar Azərbaycan Kubokunun 4-1 final mərhələsində zirədən üstün olmuşdular. Geridə qalan iki komandadan biri Sabah, digəri isə Qarabağdır. Sabah yarımfinala yüksələ bilmək uğrunda mübarizədə Sumqayıtı məğlub etdiyi halda Qarabağ Səba ilə qalib gələrək yarımfinala vəsiqəni təmin etdi. Azərbaycan Kubokunun yarımfinal mərhələsində Araz Naxçıvan Qarabağla, Neftçi isə Sabahla qarşılaşacaq. Bu mərhələdə keçiriləcək hər iki oyunun gərgin olacağını indidən söyləyə bilərik. Xüsusən də Araz Naxçıvan Qarabağ maçı xüsusi intriqası ilə seçiləcək. Bildiyimiz kimi Misli Premyer Liqasının 26-cı turu çərçivəsində bir-birinə rəqib olan Araz Naxçıvan və Qarabağ komandalarının oyununda böyük gərginlik yaşanmışdı. Maçda qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Felipe Santos hələ də heç nəyin bitmədiyini və Kubok maçında təkrar Qarabağa qarşı oynayacaqlarını bildirmişdi. Azərbaycan Kubokunun yarımfinal maçlarının ilk oyunları aprel ayının 4-ü, cavab qarşılaşmaları isə 23 aprel tarixində keçiriləcək. Bu oyunlarda iştirak edəcək hər bir klubumuza uğurlar arz edirik.